Cənab Ali Başkanımız, sizdən bir dənə xahiş edirəm, müraciət edirəm ki, mən Bərdə rayonu Mustafa tərəfində yaşayıram hal-hazır. Pamir Əmdə Osmanov, Mənsur Osmanoğlu, Bərdə rayonu Mustafa tərəfində yaşayıram. Sizdən xahiş edirəm ki, bir dərəcəlik bu işə ciddi baxarsınız. Mən İsmailov Günnar İsmail qızı düz gələsəm bunu getdim. Nə bundan kəbinim yox, nə bir şeyim yox. İndi mənlə Alimət davası deyir. O adam mənlə Alimət davası deyir. Düz gələsəm mən oxuya bilmirəm, bir şey eləyə bilmirəm. Mənə atalıq yazdırıbdı. Atam düz gəlsin buna kəbin kəsdirəcəkdi. O oturmadı. Dedem dedi bala, gel otur evinin altında, ailene bak, uşağına bak. Ay kızım, bir manat verirsen ola, bir manat da bəli. Senin işlədiyin pul ödəmir. Elə ardın purdov gedir ona. Aynen qayıtdı ki, üzr istəyirəm, mənim kələlərim var. Məni bırax, mən çıxıb gedirəm. Atama qayıtdı, o söz dedi. Sonra qayıtdı atamı 102'ye verdi ki, polisə verdi ki, mən gedirəm, mən çıxıb gedirəm, məni buraxın geçsin, gedirəm mən. Atam dedi da belə otur, dolan, ailəm var, uşağın olsun. Dedi yox, aradan bir xeyrə keçdi. Mən düz gələsən mama onun yanındaydım. Bir de gördüm ki, bana zəng elədi ki, bəs belə bizim uşağımız var. Hardasa bir yerdən sonra mənə zəng elədi. Mənim uşağım var. O uşaq orada işte dedi qızdı, qız orada oğlan. Bu buradan gedəndə üzr istəyirəm, təmiz geçmişdi, paş getmişdi. Yani bunun subutları da var. Hemen bizim Güzəndə nənə idi. O da elə bir uşaqzada baxırdı da, elə bir tuturdu, üzr istəyirəm. İndi o da rəhmətə getdi, indi gəlinidir. İndi yəni onu deyirəm ki, faktı, yəni subutlarım da var. Yəni bu bizdən gedən təmiz getdi. Nə orada bu uşaq nətəli oldu, dağdan oldu, daşdan oldu, bilmirəm. Cənab Ali Başkanımız. Mən valla utanla bu sözləri deyirəm. Sonra mənim dostuma zəng eləmişdi ki, bəs belə. O Mənsur hanı, onu tapınma bir sahə qədər deysən, hörmət edəcəm. Baş söhbət bu oldu, düz gələsən. Gedir məhkəmədə, inanırsan nətər həyasızlıq eləyir ki, o qədər deyir ki, məhkəmədə deyir ki, bu xəstədir, bu deyir, o da qaydirim, onun hessadı yoxdur. Yaxşı, mənim hessadım yoxdur, razılaşıram sizdən. Bəs yaxşı, mənim həkim, insanın başı ağrıyanda, bədən ağrıyanda insan həkimə qaçır. Həkimdən məsləhət alır. Yaxşı, mənim əlimdə sənədlərim var, məktəb sənədlərim var. Özüm məktəbdə yatıb durmuş adamam. Özüm Sabuncu bansiyasında yatmış durmuş adamam. Yaxşı, mənim sənədlərim var axı. Cənab Ali Başkan, bizim elə bir pensiyamın qabağında kəsilibdir. Niyə? Qabaqda pensiya alırdım. İndi heç pensiya almıram. Qabağı kəsilibdir. Özüm də 2-cü qrup 50'ləm, xəstəyəm. Bəs yaxşı, məni niyə belə incidirlər? Məni niyə belə, məsələn ki, gedirəm, məktəbdə yatıram, sənət gətirəm, ay büyün düzələcək, ay sabah düzələcək, iş yoluyurlar Ağdamda, iş oradan bir cavab gəlib çıxmır. Məni bax belə sot verə gedirlər. Yazıq o bacım həkimə də pul yolluyor ki, yəni bu görək, məsələn ki, bunun pensiyası açırsa cəhəmin olsun, Alimət məsələn ki, amma o uşaq 90% mənim uşağım deyir. O deməklə deyir ki, uşaq sənindir. O deməklə deyir. Cənab Ali Başkan, sizdən xahiş edirəm, başınıza dönüm.
siz buna bir çare qılasınız. Bu alimentləri yığışdırın. Bu alimentlər olmasa bu insanlar qəşəng olanlar. Hər şeydə qalxıb, məsələn ki, hər şey qalxıb ona görə ki, məsələn ki, dava dərman qalxıb, and olsun Allaha mən dava dərmanla yaşayıram. Bax, and olsun Allaha baxa bilərsiniz. Bax, bu da mənim asma blok dərmanımdır. Mən yəni bununla yaşayıram, cənab ailə başqanımız. Amma mənim dava dərmanım çox deyibdir. Amma onunla da xəstə insanlara baxmırlar. Xəstə insanları incidirlər. Sən sözün olmasın, bu dəmir yumruğu, həmişə o dəmir yumruğu nə olar ki, işlədin. Bu insanları niyə belə məhv edirlər? Sizin qorxunuz olmasa hələ, and olsun Allaha çox hərəkət edirlər. Heç Bərdədə Quran haqqı yerə demək pişmasın. İnsana baxan yoxdur. Yoxdur vallahi. Heç kimə baxmırlar. Deyirlər ki, kimin canı çıxır, qoy getsin, məsələn ki, versin də. Mən